konferans iştirakçıları indi isə salamlama nitqi ilə çıxış etməyə Profesor Abbasqulu Nəcəfzadəni dəvət edirəm. Buyurun Abbasqulu müəllim. Bir daha tədbir iştirakçılarını salamlayırıq. Mövzunun adından bəlli olduğu kimi mənim çıxışım musiqişünaslıq üzrə qurulmuşdu. Yəni, deməli, Azərbaycanda Seygah muğamının bir çox növləri var. Mən bu yaxınlarda Heydər Əliyev fonduna da müraciət eləmişəm ki, reprezentativ siyahıya Seygah muğamının növləri və onun ifaçıları adında bir reprezentativ siyahıya qəbul olunsun. Bu Mirzə Hüseyn Seygahı da biraz ziddiyyətlidir. Bir çox fikirlər başqalarının adı ilə da, başqa regionlarla da bağlı yaranması ilə fikirlər formalaşır. Amma bizim gəldiyimiz qənaətə görə Mirzə Hüseyn Seygahı məhz Mirzə Hüseyn Qayıbzadənin şəninə ifa olunmuşdur. Deməli, o tanallıqlar da müxtəlifdir də. Hər Seygah, tutaq ki, xaric Seygah tanallığında ifa olunur. Zabul Seygah, Midə və s. bu tanallıqlar dəyişir. Mirzə Hüseyn də Qayıbzadənin xoşladığı lə mayəli Seygah idi. Ona görə orada musiqiçilər həmişə onun tədbirlərində iştirak edəndə lə mayəli Seygah çalırdılar. Və sonra biz Mirzə Fərəc olub 19-cu əsrdə böyük muğam bilicisidir. Onun cədvəlləri bizim dövrümüzə qədər gəlib çıxıb. Orada Seygah Zabulda da Mirzə Hüseyn şöbə kimi ifa olunur muğamı və Orta Mahurda da. Hər ikisində də lə pərdəsinə düşür və orada ifa olunur. Sonradan bu Mirzə Hüseyn dəstgah formasını alıb. İndi mən, əgər imkan varsa, mən ifa edeyim, onu fərqlərini göstərim. İndi, yəni ilk dəfə bunun haqqında Azərbaycanın ilk hərbi komissarı, folklorşünas, etnoqraf Əli Hüseyn Dağlı, onun 5 hissəli Ozan Qaravəli adlı əsəri var və orada rast gəlirik və yazır ki, bu Mirzə Hüseyn Seygahı Qayıbzadənin şəninə musiqiçilər Tiflisdə ifa edirlərmiş. Yəni, Şamaxıda bildiyiniz kimi Mahmud Ağa, Əhməd Ağa oğlu
məclislər keçirib. Bakıda Hacı Zeynalabdin Tağıyev musiqiçilərə himayədarlıq edib. Qarabağda Mir Mövsüm Nəvvab və Salahlı Tiflis, Əli Hüseyn Dağlı belə də yazır. Salahlı Tiflisdə isə bu muğam Mirzə Hüseyn Seygahı orada yaranıb, yəni onun məclislərində, Qayıbzadənin məclislərində yaradılıb. Və sonra nə olur? Əsrin əvvəllərində, daha doğrusu 1969-cu ildə Əfrasiyab Bədəlbəyli özünün məşhur musiqi lüğətini yazır və orada qeyd edir ki, Mirzə Hüseyn Seygahı ərazi göstərmir. Yazır ki, Azərbaycanda Mirzə Hüseyn adlı bir xanəndənin xanəndə ifa eləyib, ona görə o adı alıb. Sonradan bu kitab təkrar nəşr olunanda, 2017-ci ildə təkrar nəşr olunanda artıq orada başa düşüblər ki, bu Mirzə Hüseyn Qayıbzadənin şərəfinə ifa olunub. Ona görə təkrar nəşrdə çıxardıblar. Amma təəssüf ki, bugün də bir çox, deyək ki, ensiklopediyalarda, sonra Firidun Şuşinskinin əsərlərində yazılır ki, bu Şuşada hansısa bir Mirzə Hüseyn adında xanəndə olub, onun şərəfini, o ifa edib ilk dəfə. Amma sonra bizim böyük akademikimiz Rəfail Hüseyn 1992-ci ildə o, deməli, Cabbar Qaryağdıoğlu'nun əl yazmalarını ona təqdim edirlər. Demək, yanlışlıq burada yaranır. Deməli, Cabbar Qaryağdıoğlu orada yazır ki, Şuşada Mirzə Hüseyn adında Salar ləqəbli, təxəllüslü bir şair olub. O şeirlərini, qəzəllərini yazanda zümzümə, Seygah üstündə zümzümə eləyirdi. Adı Mirzə Hüseyn olduğundan sonra bunlar fikirləşiblər ki, yəqin Mirzə Hüseyn Seygahını o yaradı. Amma Rəfai müəllim ora aydınlıq gətirib ki, o xanəndə olmayıb. Bununla bağlı Mustafa Çəmənli də belə yazılarında göstərib ki, 18-19-cu əsrlərdə Şuşada, Qarabağda Mirzə Hüseyn adlı xanəndənin axtarılması boş yerə vaxt sərf etmək deməkdir. Yəni, təsdiq edirlər ki, belə bir xanəndə olmayıb. Sonra burada həmin Qayıbzadələrin bir şəcərəsi də bizim dostumuz əyləşib, Rüstəm müəllim, Beynəlxalq Muğam Mərkəzinin administratorudur. O maraqlı bir fikir söylədi. Deyirəm ki, niyə qayıb? Qayıb nə deməkdir burada? Dedi, bu eşitdiyinə görə də, ağsaqqallardan eşitdiyinə görə deyir, bu qayə tayfaları olub. Hansı ki, Dədə Qorqud, kitabı Dədə Qorqud dastanında da o tayfanın adı çəkilir. Deyir, onların adı ilə bağlıdır. Qayı, kayı, qaytağı rəqsi də deyirik, həmin o kayıların adı ilə bağlıdır. Mən çox vaxtınızı aparmaq istəmirəm. Yəni, orada çoxlu ilginc məlumatlar var. Yəqin ki, çap olunacaq bunlar. Çıxışımı burada yekunlaşdırmaq istəyirəm. Sağ olun.